Müslim şəhadətdən əvvəl Allahdan bağışlanmaq diləyirdi. Onu Bükeyr bin Həmran qətlə yetirdi. Sonra isə onun mübarək bədənini yerə tulladı. Müslim Kərbala qiyamının ilk şəhidi idi ki, Zilhiccə ayının 9-u Ərəfə günündə şəhadətə yetişdi. Müslim İbn Əqil Kufədə olan ərəfələrdə Məkkədə də vəziyyət dəyişməyə başlamışdı və Yezid İmam Hüseyin əleyhissalamı öldürmək üçün bir neçə gizli planlar qururdu. Bu barədə xəbər alan imam Kəbənin hörmətini qorumaq üçün həc mərasimi zamanı qılınan həc namazını tamamlamaq əvəzinə onu ümrəyə çevirdi və Zilhiccə ayının 8-də, yəni Müslimin Kufədə şəhid edilməsindən bir gün qabaq Məkkədən çıxmağa qərar verdi. İmam Hüseyin əleyhissalam ailəsi və silahdaşları ilə birgə Kufəyə doğru yola çıxdı. Yolda Bədir, Zubala, Qədisiyyə, Şərəf, Tənim kimi müxtəlif məntəqələrdən keçdilər. İmam Zubala adlı bir məntəqəyə çatanda Kufədən gələn bir nəfərdən Müslim İbn Əqilin və Hani İbn Ürvənin şəhadət xəbərini aldı. Bu xəbər imam və karvanda olanlar üçün çox ağır oldu. İmam Hüseyin bu xəbəri eşidəndə çox təsirləndi və dedi: İnna lillah və inna ilayhi raciun. Məğfirət və rəhmət olsun onlara. Artıq Kufədə bizim dostlarımız yoxdur. Bizlə gəlmək istəyən kəslər bilsinlər ki, qarşıda ölüm və şəhadətdən başqa bir şey yoxdur. Kim ayrılmaq istəyirsə, buyursun. Biz heç kəsə məcburiyyət qoymuruq. Bu çıxışdan sonra bəzi insanlar geri döndü. Amma sədaqətli səhabələr imamla birgə yollarına davam etdilər.